Çox mükəmməl dadlı bir resept təqdim edirəm. Tez hazırlanır və çox ləzzətlidir. Bunun üçün bizə lazımdır 2 ədəd toyuq filesi. İlk öncə fileni duzlu suda qaynadırıq. Sonra onu kiçik hissələrə ayırırıq, didələyirik və tavamıza əlavə edirik. Üzərinə yarım çay qaşığı kərə yağı əlavə edirik. 2 ədəd kökümüzü süzgəcdən keçiririk və toyuq filesinin üzərinə əlavə edib 3-5 dəqiqə ərzində ölməsini gözləyirik. Daha sonra 1 ədəd kiçik ölçülü yaşıl biberimizi incə-incə doğrayıb qarışığımıza əlavə edirik. Azcana duz, zövqə görə istiot, pul biber nə bəyənirsinizsə onları əlavə edirsiniz, qarışdırırsınız, soyudursunuz. Hazır milföy xəmirlərindən istifadə etdim mən və bu xəmirləri azcana yayıram ki, yumuşalsın. Üzərinə içlikdən əlavə edib 3 günc formada bükürük və əvvəlcədən 180-200 dərəcə qızmış sobamıza yerləşdiririk. 15-20 dəqiqə ərzində, bizim sobamızda 15-20 dəqiqə ərzində qızarır. Çox ləzzətlidir. Mən burada isti-isti bölürəm. Amma nəticədə çox asan hazırlandı və dadı həqiqətən də mükəmməl oldu. Ümid edirəm ki, siz də edib bəyənib fikirlərinizi bizimlə bölüşəcəksiniz. Sizin diqqətiniz, bəyəniləriniz, bildirdiyiniz fikirlər hər biri bizim üçün çox önəmlidir ki, bizim kanalımız daha aktiv və daha irəlidə bir kanallardan olsun. Dəstəyinizi gözləyirik. Sağ olun.